Salam, hər vaxtınız xeyir. Bugün mən sizə şəbəkə topologiyaları haqqında danışacağım. Bilirsiniz ki, dövlət qulu qəbuluna tez-tez topologiyalarla bağlı suallar düşür. Hansı ki, suallar da seçim əsaslı olur. Gərək bütün topologiyaları yaxşı biləsiniz. Deməli, bizdə iki cür şəbəkə topologiyası var. Var fiziki, bir də var məntiqi. Məntiqi olan bizə lazım deyil, çünki məntiqi topologiya deyəndə şəbəkənin vlanlara ayrılması nəzərdə tutulur. Bizim bugün əsas sizlə keçəcəyimiz olacaq fiziki topologiya. Fiziki topologiyada hansılar var? Məsələn, şin, ulduz, halqa, mesh topologiyası, hibrid, ağac. Bunların adlarını əzbərdən bilməlisiniz. Amma hansının qaydaları lazımdır yadda saxlayın. Şin, ulduz, halqa. Ancaq nəzəri olaraq bunlardan düşür. Məsələn, keçən BB imtahana, yəni 16 ildə olan BB imtahana belə bir sual düşmüşdü. Deyir, aşağıdakilerden hansı şəbəkə topologiyası deyil? Cavab Ethernet idi. Çünki Ethernet bilir ki, şəbəkə texnologiyasıdır, topologiyası deyil. Gəlin yavaş-yavaş başlayaq danışmağa. Ondan əlavə bir şey dedim. Ümumiyyətlə, fiziki topologiyada əsas kabellərin və qurğuların bir-biri ilə yerləşməsi, əlaqəsini nəzərdə tutur. Birinci elə danışaq biz şin topologiyasından. Maraqlı olsun deyə sizə bir dənə belə formasına şəkil də qoymuşam. Baxın, şin topologiyası bizim ən sadə topologiyamızdır. Bir dənə mərkəzi kabel olur və kompüterlər həmin o mərkəzi kabelə quraşdırılır. Burada var çatışmazlıq, bir də var üstünlük. Çatışmazlıq ondan ibarətdir ki, düşünün. Dənə gözlüyün qələmi aktivləşdirim. Okay. Baxın, əgər mərkəzi kabel sıradan çıxdı, nə baş verəcək? Şəbəkənin işi avtomatik dayanacaq. Çünki bu ana kabeldir. Bütün məlumat axınları bunun üzərindən gedir. Okey, bəs üstünlüyü nədir? Üstünlüyü odur ki, gəlin nömrəli 1 olsun, 2 olsun, 3 olsun, 4 olsun. Tutalım ki, birinci kompüter əlinizdən düşdü yerə sındı. Birinci kompüter nə olacaq? Sıradan çıxdı. Digərlərinə bunun aidiyyəti var? Əlbəttə yoxdur. Digər kompüterlər öz aralarında rahat şəkildə əlaqə qura biləcəklər. Yəni, ümumiləşdirib belə deyə bilərik ki, kompüterlərdən biri sıradan çıxanda şəbəkənin işi dayanmır. Bunun bu əsas üstünlüyüdür. Ucuz topologiyada bəzən burada repeaterlərdən də istifadə olunur, hansı ki, siqnalların daha uzaq hissəyə ötürülməsi üçün. Repeater də bilirsiniz də nədir? Biraz tərcümə lazımdır, təkrarlayıcı. Okey. Bir də ki, tez-tez qəbullarda bizim rastlaşdığımız cümlə hansıdır? Məsələn, deyir ki, şin topologiyasında deyir, bir kompüter eyni zaman anında ancaq bir dənə siqnal ötürür. Düzdür də? Tutalım ki, bu birinci kompüterdir, düzdür? Bu bir zaman anında ancaq bir dənə siqnal ötürə bilər. Bir də ki, keçən imtahanların birində görmüşdük. Situasiya tipində bir sual idi. Deyirdi ki, şin topologiyası yarım dupleks mübadilə rejimində işləyir. Düzdür. Bu nə deməkdir? Ta ki A kompüteri var, bir də var B kompüteri. A kompüteri B kompüterinə siqnal göndərən vaxt, eyni zamanda baxın B A-ya siqnal göndərə bilməz. Onun üçün buna deyilir yarım dupleks mübadilə rejimi. Bir də dedik ki, ən ucuz topologiyadır. Burada əlavə qurğu və s. istifadə olunmur. Bir dənə mərkəzi kabeldə. Və əsasən burada deməli koaksial kabellərə üstünlük verilir. Sonra gəlin danışaq halqa topologiyasından. Halqa topologiyasının əslində şəklə baxanda bir hissəsini yəqin ki, özünüz təxmin elədiniz. Halqa topologiyası adı üstündə dairəvi şəkildə olur. Dairəvi, yəni biz görünüşünə görə deyirik. Əslində yəni o deməkdir ki, bütün kompüterlər bir-birinə ardıcıl şəkildə birləşir. Məsələn, bu olsun birinci kompüter, ikinci kompüter, 3, bir də 4. Halqa topologiyası bir istiqamətli qapalı rabitə xətti boyuncadır. Bu özdə ilə qəbul sualdır. İstiqamət iki cür ola bilər. Ya sadə əqrəbi, ya da sadə əqrəbin əksi. Amma təbii ki, bir istiqamət deyirikdir. Çünki topologiyada biri seçilir. Ya sadə əqrəbi olur, ya da onun əksi olacaq. Və burada ardıcıl şəkildə gedir məlumatlar. Deyirik, məsələn, çoxu qəbulda görürük. Məlumatların dairə üzrə ardıcıl şəkildə ötürülməsi. Təbii ki, bu. Dairə deyirsə elə dairə olacaq. Durub işin olmayacaq ki. Məsələn, birinci kompüterdən 3-ə məlumat göndərmək istəyirik. Nə olacaq? Məlumatımız birinci gələcək 2-yə. Sonra gələcək 3-ə. Bu şəkildə. Təsəvvür edin, ikinci kompüter sıradan çıxdı. Nə olacaq? Şəbəkənin işi dayanmış olacaq. Yəni, birinci 3-ə məlumat göndərməsi üçün o 2-dən keçməlidir. Onun üçün burada belə bir qayda deyirik. Kompüterlərdən biri sıradan çıxanda şəbəkənin işi dayanır.
Və halqa topologiyasına deməli marker prinsipi anlaşılır. Baxın, marker. Bildiyimiz marker yox. Niyə görə marker prinsipi deyirlər? Elə bir ki, həmişə tələbələrə belə deyirəm, yadda saxlasınlar. Tamam ki, ardıcıl şəkildə məsələn oturmuşuq dərsdə, düzdür? Məsələn, məndən 3 stul arxada oturan tələbəyə bir dənə marker ötürmək istəyirəm. Nə olur? Ardıcıl şəkildə ötürürük də bir-birimizə. Yeməyilə halqa topologiyasında da bu şəkildədir. Yəni, əgər desək ki, hansı topologiyada marker prinsipi istifadə olunacaq, cavabınız olacaq halqa. Sonra gəldik bizim ən bahalı topologiyamıza. Niyə görə bahalı deyil? Çünki ortadakı qurğun qiyməti bahadır. Ortaya nə qoyulur? Switch qoyulur, hub qoyulur, bəzən server də qoyulur. Switch ilə hub'ın fərqini gəlin sizə xatırladım. Switch bizim ağıllı qurğumuz idi. Hub da bizim ağılsız qurğumuz idi. Okey, biz switch'ə niyə görə ağıllı deyilik? Ona görə ağıllı deyirik ki, baxın, tutalım ki, sizin 7 dənə kompüteriniz var. Gətirdiniz kabellərlə qoşdunuz switch'ə. İstəyirsiniz ki, birinci kompüterdən dördüncü kompüterə bir məlumat göndərəsiniz. O zaman nə baş verəcək? Məlumat birdən götürüləcək, gələcək dördüncü kompüterə. Arada 2, 3, 5, 6, 7-ci kompüterlər heç nə məlumat göndərilməyəcək. Çünki demişdik ki, switch'in içərisində MAC adreslərin siyahısı olur. MAC adresləri də bilirsiniz də nədir? Əvvəlki videoda var, izləyə bilərsiniz. MAC adres kompüterlərimizin fiziki adresidir. MAC adresi, baxın, dəyişmir. Şəbəkə kartının üzərində qeyd olunur. Yox, əgər mən istəyirəm ki, kompüterimin MAC adresini dəyişim, heç nə, gərək onda gedib şəbəkə kartımı dəyişəm. Ondan sonra, deməli, hər kompüter switch'ə qoşulan vaxt switch'in MAC table'ı var. Bir-bir həmin MAC adreslər onun içərisinə qeyd olunur. Məsələn, switch'də baxır, görür ki, filan MAC adresli kompüterdən məlumat gəlir və filan MAC adresli kompüterə getmək istəyir. Heç nə, buradan alacaq, məlumatı göndərəcək ora. Bu şəkildə. Bu switch'in işləmə məntiqidir. Və ağıllı qurğudur, qiyməti də bahadır. Hub switch'dən köhnə olan versiyası əslində eyni işi görürlər, sadəcə fərqli məntiqlə işləyirlər. Məsələn, 7 dənə kompüteri çıxartdınız, qoşdunuz haba. Əslində səhv hərəkətdir. Baxın, istəyirsiniz ki, yenə birinci kompüterdən dördüncü kompüterə bir məlumat göndərmək istəyirsiniz. Hub nə edəcək? Birinci kompüterdən məlumatı alacaq, 2, 3, 4, 5, 6, 7, yəni şəbəkədə nə qədər kompüter varsa hamısına göndərəcək. Bir qayıdıb sual verə bilər ki, niyə görə hamısına göndərir? Çünki hub ağılsız quruldu. Hub ancaq siqnalla işləyir. Məlumatı bilmir hansı kompüterə getməlidir. Çünki xüsusi bir ünvanla işləyə bilmədiyi üçün kompüterləri ayırd eləyə bilmir. Hələ də hub istifadə olunurmu? İstifadə olunur. Köhnə müəssisələrdə, bəzi universitetlərdə hələ də hubdan istifadə edirlər. Çünki orada fərq eləmir də məlumat şəbəkədə hamısına getdi yaxud getmədi. Təbii ki, özəl, önəmli müəssisələr və s. varsa, təbii ki, burada switch istifadə olunacaq. Bəlkə mən kompüterimi istəmirəm ki, dördüncü kompüterə və ya üçüncü kompüter hansısa bir məlumatı ötürsün. Konkret istəyirəm ki, ancaq 7-yə ötürsün. Baxın, bu tip situasiyalarda. Və də hub və switch elə, yəni dörd bucaq şəklində quruldu, yəni şəkildə də görürsünüz. Paralelipiped formasında. Və ətrafında portlar olur. Məsələn, 8-lik, 16-lıq, 24-lük switch və yaxud hublar olur. Kabellərlə gətirib qurğuları qoşursunuz, mərkəzdə qoyulur. Bu yaxşı ulduz topologiyasının üstünlüyü nədir? Baxın, ətrafdakı kompüterlərdən biri sıradan çıxanda sadəcə nə baş verəcək? Həmin bu kompüterin qoşulduğu porta siqnal getməyəcək. Yəni, qalan qurğular öz aralarında rahat bir şəkildə əlaqə qura biləcəklər. Buna deyilir ulduz topologiyası. Ulduz topologiyasının çatışmazlığı ondan ibarətdir. Ortadakı mərkəzi qurğu sıradan çıxarsa şəbəkənin işi dayanacaq. Yəni, çünki bütün siqnallar, məlumat paketləri bunun üzərindən gedir axı. Yaxşı, bu da yoxdursa, onda məlumat necə gedəcək? Heç cürə. Və dedik ki, ən bahalı ulduzdur, ən ucuz da şin topologiyasıdır. Şini ucuzdur. Niyə görə? Bunu belə yadda saxlayın, həmişə deyirəm. Şində 3 dənə hərf var. Ən az hərf sayı ondadır və ən ucuz olan da o olacaq. Belə, başqa nəsə, kiminsə sualları olsa, şəbəkə topologiyaları ilə bağlı rəy yerinə yazar. Oldu. Sağ olun. İmtahanda hamıya uğurlar arzu edirəm. İnşallah imtahanda topologiyalarla bağlı sual düşsə, videonu bir dənə yadınıza salmanız kifayət edir.